Ekfrasis anlayışından danışacağıq. Ekfrasis qədim Yunanca ek və frasis sözlərinin birləşməsindən əmələ gəlib, mənası nəyinsə haqqında danışmaq deməkdir. Qədim Yunanistanda ritorik vasitə olan ekfrasis vizual təsvirin, səhnənin və ya hekayənin şeir kimi şifahi təqdimatla yenidən canlandırılması deməkdir. Məsələn, bir rəsm və ya bir heykəl sözün gücü ilə o qədər canlı təsvir edilir ki, dinləyicinin və oxucunun gözündə, zehnində görünür, yenidən canlanır. Dünya poeziyasında ilk və ən məşhur ekfrasis nümunəsi Homerin İlyada əsərinin 18-ci bölümündə yer alan Axillesin qalxanının geniş təsviridir. Homer bu qalxanın üzərində olan təsvirləri bir-bir, bütün detallarına qədər ifadə eləməklə kifayətlənməyib, onu əsl sənət nümunəsi kimi tərənnüm eləyib. Poeziya vasitəsilə başqa bir sənət nümunəsini, qalxanın üstündəki rəsmi təsvir etməklə Homer ekfrasistik metoddan istifadə edib. Azərbaycan poeziyasında ekfrasis nümunələri çoxdur. Məsələn, Adil Mirseyidin poeziyasında. Şairin görkəmli rəssam Peter Bruegelin rəsm əsərlərindən ilhamlanaraq yazdığı şeirləri buna nümunə kimi gətirə bilərik. Ekfrasis vizual təmsilin yazılı formasıdır. Ekfrasisin məqsədi oxucunun obrazları daha canlı şəkildə təcrübə etməsi məqsədi ilə fantaziyanı hərəkətə keçirəcək bir silsilə yaratmaqdır. Onda bu duyğuları oyatmaqdır. Prinsipcə, ekfrasis intertekstuallıq yaratmağın çoxsaylı metodlarından biridir. Ekfrasis vizual obrazların, imajların sözlə təmsil edilməsidir. Hərfi mənası da buna görə detallı şəkildə danışmaqdır. Şair rəsm haqqında, yaxud hansısa musiqi əsəri, bədii film haqqında şeir yazır və ya tərsinə, rejissor şeir haqqında film çəkir. Ekfrasis isə bir sənət metodu ilə digərinə baxmaq da deyə bilərik. Bu, sənətlər arası əlaqə metodu ilə bizdə çox az müəllif yazıb. Ancaq çağdaş dövrümüzdə bir neçə nümunəni çəkə bilərik. Məsələn, Ələkbər Salahzadənin şeirləri, müasir dövrümüzdə Səlim Babulluoğlunun, Ramil Əhmədin şeirlərində bu metoddan uğurla istifadə edilib.